Bismillahirrahmanirrahim. Elhamdülillah ala nimeti tevhid ve salatu ve selamu alel meb'usi rahmeten lil alemin ve ala alihi ve ashabihi ve men tebiyehum bi ihsanin ile yevmiddin. Amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Amma sonra məlum olduğu kimi biz artıq Ramazanın ikinci 10 günlüyündəyik və Qədir gecələrinin ərəfəsindəyik. Son 10 günün ərəfəsindəyik ki, bu səbəbdən də bugünkü dərsimizi məhz Qədir gecəsinin əlamətləri barədə götürəcəyik. Ümumən bizim Qədir gecəsi barədə ayrıca bir dərsimiz vardır. Lakin bugünkü dərsimiz xas olaraq Qədir gecəsinin əlamətləri barədə olacaqdır. Amma mövzuya keçməzdən öncə onu bəyan edim ki, bəs bu gecənin ümumiyyətlə böyük fəziləti vardır. Qədir gecəsi, necə Quran-ı Kərimdə Uca Allah demişdir, 1000 aydan daha fəzilətli, daha xeyirlidir. Və bu səbəbdən də Qədir gecəsinin əlamətlərini biz bu dərsimizdə götürəcəyik. Lakin mövzuya dediyimiz kimi girməzdən öncə onu qeyd edim ki, Qədir gecəsinin məhz bu adla, yəni Qədir gecəsi olaraq adlandırılmasının səbəblərinə gəlincə, Şeyx Muhammed Salih İbn Hüseymin rahimehullah bu barədə qeyd edərkən demişdir ki, bəs bunun iki səbəbi vardır. Birinci səbəbi bu gecənin Qədir gecəsi adlandırılmasının səbəbi bu gecənin qədir qiymətinin yüksək olması səbəbindəndir. Yəni şərəfinin yüksək olması nədənindəndir. İkinci səbəb isə həmin gecədə bəlli olduğu kimi bir illik qədərin yazılmasıdır. Bəlli olduğu kimi qədərin yazılması 4 mərtəbədə və ya 4 halda edilir. Bunlardan birincisi Qadarul əzəli, yəni əzəli olan qədər. İkincisi Qadarul umri, yəni ömürlük qədər. Üçüncüsü Qadaril havli, yəni illik qədər, hansı ki Qədir gecəsində məhz yazılmış olur. Yəni bu Qədir gecəsindən qarşıdakı gələn ilki Qədir gecəsinə qədər hər bir insanın başına gələn hər bir halı həmin gecə yazılır və 4-cü qədərin yazılması da Əl-Qadaril yevmi, yəni gündəlik qədər ki, hansı ki o qədər, yəni sabit olaraq hər gün mələklər vasitəsilə insanların əməli yazılmış olur. Və üçüncü səbəbi də, yəni Qədir gecəsinin bu cür adlandırılmasını Şeyx İbn Hüseymin həmin gecədə olan ibadətlərin əzəməti səbəbindən belə adlandırıldığını qeyd etmişdir. Çünki Peyğəmbər, yəni həmin gecə kim, həmin gecənin yəni oyaq qalarsa və iman edərək və savabını Allahdan tələb edərək bunu edərsə, o zaman onun günahları bağışlanmış olur. Necə ki İmam Əl-Buxari və Müslimin rəvayət etdiyi, ittifaqən rəvayət etdiyi rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir ki, "Mən qama leylətul qadri imanan və ihtisaban ğufira lahu ma taqaddam min zənbi." Kim Qədir gecəsini qiyam edərsə, yəni oyaq qalarsa və bunu iman edərək və savabını da Allahdan diləyərək etmiş olarsa, onun keçmiş etdiyi günahları bağışlanar. Bu hədisi İmam Əbu Hureyrədən rəvayət edilmişdir. İmam Əl-Buxari Səhih kitabında 35 saylı rəvayətdə
37 sayılı rəvayətdə, 1901 sayılı rəvayətdə və 2014 sayılı rəvayətdə. İmam Müslim Səhih kitabında 760 sayılı rəvayətdə, İmam Əbu Davud Sünən kitabında 1372 sayılı rəvayətdə, İmam Ət-Tirmizi Sünən kitabında 683 sayılı rəvayətdə rəvayət etmişlər. Bu hədisi həmçinin başqa mühəddislər də rəvayət etmişlər. Bu səbəbdən bu gecənin fəziləti və bu gecədə edilən əməl daha əfsəldir və daha fəzilətlidir. Çünki Uca Allah bu barədə həmçinin Quran-ı Kərimdə ayrıca bir surə nazil etmişdir ki, həmin surə də Qədir surəsi olaraq adlanır. Uca Allah demişdir ki, İnna ənzəlnahu fi leylətil qadr və mə ədraka mə leylətul qadr. Leylətul qadr xeyrun min əlfi şəhr. Tənəzzəlul mələikətu və ruhu fiyhə bi izni rabbihim min kulli əmr. Salamun hiyyə həttə mətləil fəcr. Uca Allah demişdir ki, həqiqətən biz onu Qur'anı Qədir gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədir gecəsi nədir? Qədir gecəsi 1000 aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və ruh Cəbrail əleyhissalam hər işə görə yerə enirlər. O gecə sübh açılana dək əminamanlıq olur. Qədir surəsinin 1-ci, 5-ci ayələri. Həmçinin başqa bir ayədə Uca Allah Duxan surəsində Quran-ı Kərimin bu gecədə nazil olmasına işarə edərək demişdir ki, İnnə ənzəlnahu fi leylətil mübarəkətin innə kunnə munzirin fiyhə yufraqu kullu əmrin həkim. Uca Allah demişdir ki, biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən biz qorxuduruq. Hər bir hikmətli iş o gecədə ayırd edilir, fərq edilir. Əd-Duxan surəsi 3-cü, 4-cü ayələr. Zikr etdiyimiz ayələrdən də görüldüyü kimi bu gecənin böyük fəzilətləri vardır. Fəzilətlərindən dediyimiz kimi həmin gecənin 1000 aydan üstün olması və ya həmin gecə Qur'anın səmadan, yəni Lövhul Məhfuzdan dünya səmasına endirilməsi hadisəsi baş vermişdir. Necə ki bu Abdullah ibn Abbasın rəvayət etdiyi hədisdə qeyd edilmişdir. Amma Qədir gecəsinin əlamətlərinə gəlincə, alimlər bu gecənin əlamətini 2 qismə bölmüşlər. Bəzi alimlərə görə bu əlamətlər əl-əlamət əl-müqarinə, yəni yaxınlaşmasının əlamətləri və əl-əlamətül lahiqə, yəni keçdikdən sonra, olduqdan sonra olan əlamətlər kimi əlamətlərə bölmüşlər. Bəzi alimlər isə bu əlamətləri əl-əlamətül kubra və ya İkinci qism olaraq əl-əlamətü suğra, yəni böyük əlamətlər və kiçik əlamətlər kimi əlamətlərə bölmüşlər. Bəllidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərdə həmin gecəni son 10 gündə və ya son 10 gecədə axtarmağı tövsiyə etmişdir və son 10 günün tək gecələrində olduğunu, yəni Qədir gecəsinin Ramazan ayının son 10 gününün və ya 10 gecəsinin tək gecələrində olduğunu vəsf etmişdir, yəni irşad etmişdir, təhdid etmişdir və bu səbəbdən də həmin 10 günün və ya 10 gecənin tərkibində
bu gecə axtarılmalıdır. Lakin bu gecə, yəni Qədir gecəsi hər il eyni gecədə baş vermir. Bəlli olduğu kimi ildən ilə həmin gecə fərqli gecələrdə olur. Yəni son 10 gecənin deməli tək gecələrini qeyd etsək bu 5 gecə ilir. Yəni Ramazan ayının 21-i gecəsi, 23-i, 25-i, 27-si və 29-u gecəsi edir ki, beləliklə, yəni bu 5 gecədə həmin gecə axtarıla bilər və ya tapıla bilər, yəni aranmalıdır. Yəni həmin gecə, Qədir gecəsi bu 5 gecənin içində aranmalıdır. Lakin Uca Allahın bu 5 gecənin, daha doğrusu Qədir gecəsinin təyininin gizlədilməsinə gəlincə bunun hikmətləri vardır. Bunun da hikmətlərindən ən böyüyü də şübhəsiz ki, müsəlmanın, müminin çalışqan olması, müctəhid olması və həmin gecələri yalnız bir gecəni deyil, yəni həmin gecələri ibadətlər ilə keçirməsi və ibadətlərə sərf etməsi səbəbindəndir. Və bu səbəbdən də biz inşallah keçirik artıq Qədir gecəsinin əlamətlərini qeyd etməyə və dediyimiz kimi bu əlamətlər iki qismə bölünür və birincisi əl-əlamətül müqarinə, yəni yaxınlaşmasının əlamətidir. Yəni bu gecə olmamışdan qabaq, yəni həmin əlamətlərə görə bilmək olar ki, bu gecə misal üçün Qədir gecəsidir. Bu əlamətlərdən birincisi həmin gecənin ziyası və nuru daha qüvvətli olur. Yəni həmin gecə daha aydın, daha işıqlı keçir ki, bu da onun yəni baş verməzdən öncə və ya yaxınlaşmasının əlamətlərindəndir. Əlamətlərdən ikincisi itminandır, yəni həmin gecə möminlərin qəlbi salamat olar, qəlbləri genişlənər və əminamanlıq içində keçər. Əlamətlərdən üçüncüsü sakit bir külək əsər. O gün nə soyuq olar, nə isti olar, hərarət, yəni havanın temperaturu orta həddə, orta səviyyədə olmuş olar. Əlamətlərdən dördüncüsü həmin gecənin yaxınlaşmasını insanlardan yuxuda görən ola bilər. Necə ki, bu barədə bəzi sahabələrdən, Allah onların hamısından razı olsun, bəzi xəbərlər hasil olmuşdur ki, onlar, yəni sahabələr Qədir gecəsi olmazdan öncə yaxınlaşdığı zaman onun hansı gecədə olduğu barədə yuxuda onu görmüşlər. Və 5-ci əlamət, mömin insan həmin gecədə ibadətlərdən başqa gecələrə nisbətən daha çox ləzzət, daha çox istəkli ibadət edər ki, bu da onun, yəni həmin gecənin olmasına dəlalət edər. Yəni insanın ibadətləri etməyə daha həvəsli, daha istəkli olması bu gecənin əlamətlərindən sayılır. Amma ikinci qism əlamətlər isə əl-əlamətul ləhiqə, yəni artıq baş verdikdən sonra bilinən əlamətlərdir ki, bunlardan da birincisi günəş sabah vaxtı doğarkən günəşin şüalarının olmamasıdır. Yəni günəş doğarkən onun şüaları, ətrafı əvvəl, yəni başqa səhərlərdə olduğu kimi şüalar ilə deyil, şüasız doğar. Yəni gün o cür, günəş o cür
çıxar. Bunun da dəlili Ubey ibn Kəbdən rəvayət edilmiş olan hədisdir ki, hədisin mətni uzundur, tam deməyəcəyəm, müxtəsər olaraq hədisdə deyilir ki, Ən Ubey ibn Kəb radiyallahu anhu qala Nəbi sallallahu aleyhi və səlləm ən tatlu əş-şəmsu fi səbihəti yevmihə beyda'a la şua'a ləhə demişdir ki, həmin günün sabahında doğan günəş ağ olar və onun şuası olmaz. Şuası olmaz. Bu hədisi İmam Müslim Səhih kitabında 762 sayılı rəvayətdə, İmam Ət-Tirmizi Sünən kitabında 3351 sayılı rəvayətdə, İmam Əhməd Əl-Müsnəd kitabında 21193 sayılı rəvayətdə, 21197 sayılı rəvayətdə və 21209 sayılı rəvayətdə rəvayət etmişlər. Əlamətlərdən ikincisi, həmin gecə mələklər yer üzünə xeyir, bərəkət, rəhmət və məğfirətlə günahların bağışlanması ilə nazil olarlar. Necə ki, bu zikr etdiyimiz Qədr surəsinin 4-cü ayəsində də qeyd edilir ki, Uca Allah demişdir ki, Tanazzalul mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Uca Allah demişdir ki, o gecə Rəbbinin izni ilə mələklər və ruh Cəbrail aleyhissalam hər işə görə yerə enərlər. Əlamətlərdən üçüncüsü, həmin gecə şər və əziyyət əməllərdən uzaq olar, yəni şər və əziyyətlər azalar, əksinə itaətlər və xeyir əməllər, xeyirxah əməllər çoxalar. Və o gecədə hər kəsən salamat olar. Bu səbəbdən də Uca Allah demişdir ki, Salamun hiyə həttə mətlayil fəcr. Uca Allah demişdir ki, o gecə sübh açılana dək əmin-amanlıq olar. Həmçinin əlamətlərdən günəş doğarkən üfüqdə yaşıl bir xəttin olmasıdır ki, o xətt ilə həmin gecənin, yəni keçmiş olan artıq həmin gecənin Qədr gecəsi olduğunu bilmək, təyin etmək olar. Həmçinin bəzi avamlar, məsələn, cahillər, əsası olmayan belə əlamətlər də özlərindən uydurmuşlar ki, güya həmin gecə, daha doğrusu həmin sabah açılarkən xoruzlar banlamaz və ya eşşəklər anqırmaz və ya itlər hürməz və s. Belə bu cür əlamətlər özlərindən dəlilsiz, yəni icad etmişlər ki, bunların dəlili yoxdur və bunlar hamısı uydurma və xurafatdan başqa bir şey deyildir. Beləliklə, bu dərsimizdə biz Qədr gecəsinin qıssaca, müxtəsər olaraq əlamətlərini götürdük ki, bu gecənin yəni bilinməsi hansı əlamətlər ilə mümkündür. Və sonda Uca Rəbbimiz Allaha həmd edirəm və Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə, onun əhl-i beytinə, bütün sahabələrinə və qiyamətə qədər onun yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.